Mən bilmirəm, İmam Hüseyin axırıncı dəqiqədə Əli Əkbərin dərdini çəkir, Əvvəlfəzin dərdini çəkir, Əli Əsğərin dərdini çəkir, yoxsa o qoşunda ona ox nizə vuranların, valla mən bilmirəm. Mən bilmirəm. Axır saniyəsinəcən qayğısı, dərdi sərir, kim olur mən bilmirəm. Mən başa düşdüyüm qədər imam belədir ki, axıra qədər deyir, onlardan görəsən kimə kömək eləyə bilərəm. Ona görə onun baxışı haqqında çox yazıblar o gündə mən dedim ki, neçə nəfər gəlir başını kəsməyə, deyirlər ki, məqsədli şəkildə gözünə baxır ki, gözündə eşq olur adamın, o eşqi ötürsün ona. O əlində xəncər, sənə də nə fərq var, canın çıxırdı onsuz da. Onsuz da can verirsən, başını kim kəsəcək? Yox, axır dəqiqəyəcən imam nə deməkdir, ay Allah, fikirləşir ki, o başını kəsənə kömək eləyim, qoymayın, bədbəxt olsun. Şəhid cənazələri bu yanda, qadınların səsi o yanda, uşaqların naləsi bu yanda, əsir aparılacaqlar. Hamısı bu vəziyyətdə kimin dərdini çəkəsən onların. Alma belə dilə həsrət odun ey yarım, yatma belə dur bu xərabədə sən gözəlim ey canım.